Bismillahirrahmanirrahim. Qardaş sual verir ki, səzdə zamanı burnun yerə dəyməməsi həmin səzdəni batil edir yoxsa yox? Ümumən səzdədə, yəni burun yerə dəyməlidir və həmçində alın. Və dəyərli qardaşlar, bu barədə biz bilməliyik ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm Səhih Buxari və Müslimdə keçən hədisdə əmr edib ki, hədis də İbn Abbas radiyallahu anhudan gəlir. Rəvayət edir Allah Rəsulundan ki, Allah Rəsul buyurdu ki, umirtu ən əscudə alə səbəti əzam. Mənə 7 əzanın üzərinə səzdə etmək əmr olundu. Sonra Allah Rəsulu başlayır onlara saymağa, buyurur ki, aləl cəbhə, alnın üzərinə səzdə etmək əmr olundu və sahabə deyir ki, Allah Rəsulu bu əşara biyədihi alə ənf. Allah Rəsul burnun da işarə elədi. Yəni alnın deyəndə burnun da işarə etdi. Yəni burun da həmin o 7 əzadandır. Sonra Allah Rəsulü ki, var yedeyn, iki əlin, var rükbəteyn, iki diz, və ətrafil qadameyn deyir hədisdə. Yəni ayaq barmaqlarının ucları. Allah Rəsulü buyurur ki, bunlar 7 əzadandır və bu əmr olunub. Baxsan ona görə də həmçinin namazın rükunlarına, görərsən ki, orada səzdə etmək rükunlardandır. Yəni, səzdəsiz namaz yoxdur. Necə ki, fatihəsiz namaz var, fatihə də rükunlardandır. Xeyr, fatihəsiz namaz yoxdur. Rükət yoxdur. Eləcə də səzdəsiz namaz yoxdur. Yəni, səzdə olunmayıbsa, həmən rükət getdi. Necə ki, İbn Baz Rahimallah sual verilir ki, yəni, burun yerə dəyməyə bilər. Onun namazın hökmü nədir? Burnu yerə dəyməyibsə. Şeyx cavab verir ki, alnın da, burnun da yerə tam dəyməsi mütləqdir. Və bunsuz da səzdə doğru sayılmır. Yəni, əgər sənin alnın yerə dəyməyibsə və yaxud burnun yerə dəyməyibsə, bir günə ki, səzdə sayılmır, səzdə yoxdur. Səzdə də yoxdursa, o rükət yoxdur. Çünki rükunlardan da axı səzdə. Və Şeyx İbn Baz Rahimallah deyir ki, əgər bir kəs qəsdən burnun yerə vurmazsa, alnın yerə vurmazsa səzdədə, onun namazı batildir. Qəsdən edibsə. Yox, əgər unudaraq səhvən bunu edibsə, onun rükəti batildir, həmən rükət. Və qalxıb bir rükətdən təzədən qılmalıdır. Qalxıb bir rükətdə təzədən qılmalıdır. Tək qılanda, şeyx yenə öyrədir, tək qılanda namazın sonunda əlavə bir rükət qılır. İmama tabi olubsa, yəni cəmaatla namaz qılıbsa, imam salam verdikdən sonra qalxıb bir rükət əlavə qılır və səhv səzdəsi edir. Şeyx buyurur, çünki o bir rükəti itirib. Nə üçün? O rükətdə səzdə olmayıb. O rükətdə səzdə olmayıb. Və baxsan, Səhih Buxari və Müslimdə keçir həmsinədir. Peyğəmbər sallallahu aleyhi və səlləm biz eşitmişik bu hədisi. O kişi gəlir, namaz qılır, Allah Rəsulunu qaytarır. Hər səfərində qaytarır. Namazında əksikliklər var idi. Nöqsanlar var idi. Ona görə Allah Rəsulunu təzədən qaytar ki, yenidən qıl. Baxsan hədisə, həmin o namazın düz qılmayan kişi Allah Rəsulü nə deyir? Sonra səzdə et. Hədisdə belə ki, sonra səzdə et və səzdədə rahat ol. Sonra qalx, otur və oturanda rahat ol. Yəni, iki səzdə arasında. Sonra yenidən deyir ki, sonra yenidən səzdə et, yəni ikinci səzdə. Və səzdədə rahat ol. Yəni, tam yerinə yetir səzdəni. Yəni, səzdə namazın ərkanlarındandır. Səzdədəndir də nə? 7 əza. Burun da oradadır. Necə ki, Allah Rəsulü sahabə deyir ki, burnun işarə etdi əli ilə, alnın görsədəndə. Alın da oradandır. Barakallahu fikum. Onun üçün insan diqqətli olmalıdır. Diqqətli olmalıdır. Ki, onun namazı səhih olsun.
Necə ki biz dedik, sahabələr ibadət edərdilər və ibadətlərində qorxardılar. Allah Subhanahu nə dedi ayədə? Onlar yerinə yetirməli olduqları əməlləri qorxa-qorxa yerinə yetirərlər. Ayşə anamız nə deyir? Allahın Rəsulu sual verdi. Bunlar oğurluq edənlərdir, içki içənlərdir. Dedi ki, Ayşə, xeyr. Onlar namaz qılanlardır, oruç tutanlardır. Amma qorxurlar ki, Allah qəbul etməz. Qorxurlar ki, Allah qəbul etməz. Biz də qorxuruq ki, Allah o səzdəmizi qəbul etməz. Görəsən səhih oldu o səzdə, tam səhihdir. Allahın buyurduğu, Rəsulunun buyurduğu səzdədir o. Onun üçün diqqətli olmalısan, dəyərli qardaş. Əlin tam yerə dəyməlidir. Ayaq barmaqlarının ucları yerdə olmalıdır səzdədə, qalxmamalıdır havaya. Dizlərin yerdə olmalıdır. Alnın və burnun yerə dəyməlidir. 7 əza ki, sənin səcdən səhih olsun. Səcdən də səhih olmalıdır ki, sənin həmən rükətin səhih olsun. Yəni namazın doğru olsun. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi eşidib faydalanan qullarından etsin. Subhanakallahumma və bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və etûbu ilayk.